Esselamu Aleyküm ve Rahmetullah. Ramazanın 13-cü gündəyik. Akşam saatları. 2025-ci il. Deməli, bugünkü mövzumuz yenə də hədis inkarçıları haqqında danışacağım. Əslində onlar hədis inkarçıları deyil, onlar həmçinin Qur'an inkarçılarıdır. Onlar məni görürlər, eşidirlər, səhifəmə çıxırlar TikTokda, WhatsApp'da və Telegram'da qruplarımdadılar. Vallahi mən onları çox istəyirəm. Allaha and olsun. Yəni həqiqətən də mən onları çox istəyirəm. İstəyirəm ki, onlar belə deyək də dost doğru olaraq öz dinlərində doğru olaraq yaşasınlar. Özləri bunu bilir. Mövzuya gəlirəm. Onlar bizə irad tuturlar ki, siz namazın içərisində başqalarına salam verirsiniz. Bəli. Deyirlər ki, əhdiyyətin içərisində siz Muhammedə və Muhammedin ailəsinə və həmçinin İbrahim və İbrahimin ailəsinə salam göndərirsiniz. Allahın salamı olsun onlara və onların ailəsinə. Bunu indi film olaraq qoyacağım inşallah. Onlar deyirlər ki, yəni siz Allahı anın deyildiyi zaman başqalarını anırsınız. Ben bu səsin axırını qoyuram. Yüce Rabbimiz diyor ki beni anın. Beni anmak için namaz kılın. Namazınızın amacı beni anmak olsun. Peki Yəni namazın amacı ancaq və ancaq Allahı anmaq olsun. Yalnız və yalnız Allahı anlamaq olsun. Amma siz isə, yəni dediyim kimi, namazın içərisindən qiblədən çönürsüz. Yəni qiblə olduğu halda qiblədən çönürsüz. Esselamu aleyküm, esselamu aleyküm deyirsiniz. Siz bizdən soruşsaz ki, siz bunu nə üçün söylüyorsunuz? Biz sizə öz hədis kitablarımızdan etdiyimiz əməlin bir mənasını gətirəcəyik. Amma biz iki mələyə salam veririk, siz isə ətrafa salam verirsiniz. Aydındır? Salam, siz indi deyə bilərsiniz ki, mən bunu Allaha salam verirəm. Allaha salam verirsənsə elə namazındakı kimi deyən Allahım sənə salam olsun. Esselamu aleyküm. Elə üzvü çöndər belə qibləyə, elə elə də sağa sola niyə deyirsən? Yəni bunu deyə bilməzsən ki, mən bunu Allaha deyirəm. Bu bir. Və ikincisi isə Allaha deyə bilərsən ki, səndə sülh və əmin-amanlıq olsun. Bu məxluqlara aid olan bir nədir? Məsələdir. İnsanlara, bəli insanlara sən bunu belə deyək də diriliyində kimə verirsən? Sosial şəbəkədə, həyatda Esselamu aleyküm deyirsən. Yox, deyirsən də. Deməli bu insana verilir bu. Sizə görə insana verilir. Əgər biz namazımızın içində iki adama salam deyiriksə, onları anırıqsa, siz isə bütünlüklə hər yerə salam verirsiniz. Mən inşallah bizim yəni kitablardan, hədis kitablarından yoldaşlara təqdim etmişdim. Onlar deyirlər ki, mənə bunların yəni öz alimlərinə, öz elm tələbələrinə qulaq asırlar və onları alladıblar. Onlar da cəmaatı alladılar ki, əlbəla namaz qılanların heç bir yerdə olduğu kimi hədis yoxdur. Amma halbuki onların WhatsApplarında mən özləri bilir və kayıtda da var, əlhamdülillah. Özləri etiraf edirlər ki, hə, atmışsan və 10 cilddir. Bunu da qoydum qırağa. İnşallah deməli bu adam və həmçinin də ümumi olaraq da 19-cular, hədis inkarçıları və Quran inkarçıları eyni ilə namazın içində Esselamu aleyküm deyirlər. Bu birinci yəni ayətdən deyil, bildiyiniz kimi. Yəni ayət necə ki sən deyirsən, ha, nə deyirsən burada? Qulaq asırıq. ve tayet ettim. Senin kitabında heç nə əskik deyil. Mən əgər bu kitab Sənin kitabında heç nə əskik deyil. Əgər o kitabda əskik
deyilsə, cümə namazında imam dayanırsan və arxada insanlar dayanır. Onu hardan aldın? Quran deyir, yox. Allahu Ekber deyirsən və əlbəlı namaz qılırsan və Esselamu Aleyküm və Esselamu Aleyküm deyirsən. Aydındır. Bunu Quran deyir. Görün, bizim nətər insanın bir üzürlü sayın, bir həyası olar. Bu söz nədir və etdiyiniz namaz nədir? Baxın, ağzı dolu olaraq danışır. Vətayət etdim. Sənin kitabında heç nə əskik deyil. Mən əgər bu kitabı qoyub kənarda izah axtarıramsa, mən Rəbbimin kitabını əksi hesab edirəm. Baxın görün nə deyir ha. Deyir ki, bir də qulaq asırıq. Mən əgər bu kitabı qoyuramsa, başqa yerdə bunun izahını axtarıramsa, deməli buna iman gətirməmisən. Allah deyir, namaz qıl. Onun izahı Quranda var. Sən qırağa qaçırsan axı. Subhanallah, bir həyan olsun. Subhanallah ilə. Həyan olmadığı təqdirdə etdiyin əməllə sözün bir xeyri yoxdur. Qulaq asırıq bir də. İzah axtarıramsa, mən Rəbbimin kitabını əksi. Mən əgər bu kitabı qoyub kənarda izah axtarıramsa, mən Rəbbimin kitabını əksi hesab edirəm. Aha, buyur. Sən kitabı qoyursan, namazın təlimini, necə qılmağını başqa yerdə axtarırsan. Allahu Ekber. Əgər bu kitabı qoyub kənara gedirəmsə, Nahl surəsinin 64-cü ayəsini çeynəyirəm. Çünki Gedirsən. Allah deyir, mən bu kitabı ixtilafları aradan qaldırsın deyə göndərdim. Ancaq sən deyirsən ki, bu kitabda anlaşılmır deyə, ixtilaf var deyə, mən hədislərdə bunun açıqlamasını gözləyirəm. Məhəmməd açıqlayıb. Əgər bu kitabda hər şey açıqlama olsaydı, sən yəni başqa yerə getməzdin. O sənə başqa yerə getdin var ha. O zahirən şəkilli bir hədisdir. Quran-ı Kərimdə olmadığına görə başqa yerə gedirsən də. Özdəki Allah deyir ki, bəlkə atalarımız, babalarımız səhv etdi. Yenə də mi o səhvin dalınca gedəcəksiniz? Bu mövzuda insana çatdıracaq bir ayələr çoxdur. İndi də sənin özün. İnşallah bunun hamısını qoyacam. Yəni baxın, adamlar həqiqətən də vəziyyətləri yaxşı deyil. İndi bir dənə də səs qoyuram. Söylüyor ki abi salam. Siz namazınızda salam diyorsunuz, salam veriyorsunuz yani. Namaz bittiğinde bunu kime veriyorsunuz diye soruyor. Kopyalı yapıştırmasın diye uyardım da ama yine cevaplamak istersen. Qəşəng suallar verirlər Cevapla sizə. kardeşim. Tabii. Şimdi şöyle bir şey var. Biz aynı o zaman şu soruyu da sorarız. Niye 2 defa secde ediyoruz? Bir kere rükû ediyoruz. 2 dəfə səcdə var Quran-ı Kərimdə, namazın içində. Dəlil gətirə bilərsiniz. Görürsünüz, Quran-ı Kərimdən qırağa çıxırsınız. Niye ellerimizi işte kulaklarımıza doğru kaldırıyoruz? Bu Rabbimizin İbrahim zamanında hükme bağladığı bir ritüel. Rəbbimizin bir dinə bağladığı bir fiziki forma, ritüel. Rəbbimiz Quran-ı Kərimdə təsdiqlədi, onu təsdiqlədi və bu din təsdiqləyən də axı, sübut edən də axı. Quran-ı Kərim təsdiqləyir onu. Təsdiqləyir yoxsa yox? Əhl-Sünnət 3 cürə namaz qılır. Onun hansı doğrudur? Yəni gördüklərimizin hansı doğrudur? Şiələr əl açıq, biz isə əlvalı namaz qılırıq. Hansı doğrudur? Quran deyir, yenə deyək ki, dünyada bir dənə namaz olsaydı, o da əlvalı olsaydı, sizin dediyiniz doğru olar. 4 cürə namaz var. Onların hansı doğrudur Allah deyir. Utanmadan deyirlər ki, elə özləri deyir. Deyir ki, şeydir, nə fərqi var ki? Allahu Ekber. Nə fərqi var nədir? Yəni bu dinə insan beyninin məhsulunu tökə bilərik bu dinə. Namaza tökə bilərik insanın beyninin məhsulunu. Bəs deyirdiniz şirkdir. Allahın kitabından başqa ibadətlərə nəsə qatmaq şirkdir. Əşhədən la ilahe illallah, əşhədən Muhammedin Rasulullah demək şirkdir. Bu qatqıdır. Nə oldu? Nə fərqi var?
demək şirk deyil. İstəyirsən əl açıq qıl, istəyirsən əl bağlı qıl. Şirk deyil. Bax, ona görə deyirəm ki, sizdə problemlər var. And ola Allaha sizə istehza eləmirəm. And ola Allaha sizə kinayə ilə söz demirəm. Sizi xilas etmək istəyirəm. Bəli, Allahın ayələri ilə, Resulullahın sünnəti ilə. Çünki zaten baxdığınız bir bəşərdəndir, Allahdan deyil. Allahdan olması üçün Kur'an-ı Kerim'den dəstək lazımdır. Kulaq asırıq. Nasıl ki o zaman şunu da soralım. Neden Kabe'nin etrafında 7 kere tavaf ediyoruz? 8 yapalım, 5 yapalım. Hayır. Biz orada kime selam veriyoruz sorusu yanlış bir sorudur. Niye yanlış soru olur ki? Niye? Siz kime salam verirsiniz? Namazın içinde dayanmışsınız, Allah'la danışırsınız. Birden deyirsiniz ki kiməsə salam verməklə. Allah'ım oldu da heç Allah'la belə deyək də görüşmədən bu görüşümüzü birinci Allah'a eləyin. Bu tamamlamanı başa düşdün. Namazı qurtar, Allahu Ekber, Allahu Ekber'la qurtar da. Yəni necə ki Allahu Ekber'dan girirsən namaza, elə axırda da belə elə Allahu Ekber, Allahu Ekber, Allahu Ekber. Namazı giriş olaraq Allahla eləyirsən, qurtaranda isə məxluqlarla eləyirsən. Sənin namazın indi ancaq Allahı andı. Üzü qiblədən çöndün. Sənə deyilib üzü qibləyə bax. Niyə üzü qibləyə baxmırsan? Niyə çönürsən? Bax, Kur'an ayet, bax, namazımızın içində hədislə girirsiniz, çıxanda da hədislə çıxırsınız. Mən demirəm, Buxarını oxuyub. Yox, Müslümdə oxumursunuz. Yox, Kutub-i Sittəni oxumursunuz. Yox, sizin hədisiniz insanların üzərindədir. Hədis, Peyğəmbərin əməlləri də hədisdir, sözü də hədisdir, susması da hədisdir. Aydındır? Siz indi ata-babalarımızın, dayılarımızın hədisini gətirirsiniz. Qohum əqrabalarımızın, millətlərin, tanıdığımız və tanımadığımız insanların hədisini gətirirsiniz namaza. Allahu Ekber deyirsinizsə, namaza girirsinizsə, ayət yoxdur. Esselamu aleykum deyirsinizsə, ayət yoxdur. Üzü qiblədən də çönürsünüz. Hələm bunun sözünə baxın. Bu adam həqiqətən də insanın bir sifəti olar, Allahu Ekber. Danışdığına baxın. Mən Kur'an-ı Kerim'dən qırağa çıxmıram. Kur'an-ı Kerim başqa yerlərə göndərmir bizi. Sən heç namaza girməmişdən qabaq iqamə deyirsən. Namaza girməmişdən qabaqda imam və arxada cəmaatın dayanır. Bunlar hardandır sənə? Və ondan əlavə də siz azan verəndə niyə demirsiniz? Allahu Ekber, Allahu Ekber, Allahu Ekber, Allahu Ekber, əşhədə la ilahe illallah. Tamam, Muhammedun Resulullah demin. Əşhədə və la ilahe illallah. Necə görmüşsünüz? Hayyə aləs-salah, hayyə aləl-fəlah. Niyə bunları demirsiniz? Axı bunlar belə deyək də bu ibadətin içində namazı deyək ki ayələrlə təmizlədiniz də, hə? Azanı da təmizləyin. Harda Muhammed var adın çıxardın. Elə azanı bütöv deyin də. O azanda axı, o azanı da deyənlər də bunlardır. O görürsünüz ha, Allahu Ekber deyir, Esselamu Aleyküm, Esselamu Aleyküm. O da onlardan bir gəlib də azan. Azanı niyə dost doğru olaraq gördüyünüz kimi demirsiniz? Nəysə, sən bir buna baxın. İnsan, yəni bu qədər, Subhanallah. Vətayət etdim. Sənin kitabında heç nə əskik deyil. Mən əgər bu kitabı qoyub kənarda izah axtarıramsa, mən Rəbbimin kitabını əksi hesab edirəm. Mən əgər bu kitabı qoyub kənara gedirəmsə, Nahl surəsinin 64-cü ayəsini çeynəyirəm. Çeynəmirsən? Hə? Çeynirsən axı. O kitabı qoyursan, cümə namazında Kur'an sənə demədiyi gibi gətirirsən namaza. Bu, Allah deyir, bax, görsünüz. Deyir, Allah deyir, namaz qıl. Axtarırsınız belə. Namaz yoxdur da, belə deyək də. Qalırsınız belə, namaz yoxdur. Neyiniyək, hardan tapaq? Harasındadır bunun namaz? Yoxdur. Baxırsınız sağa, sola, deyirsə, aha, sünnilər var, əl-bağlı namaz qılır. Dartıb gətirirsiniz namazımıza. Aha, əl açıq namaz var. Dartıb gətirirsiniz namazımıza.
Niye başkalarını anırsınız? Niye Allah'ın demediği bir formanı hayatınızı qatırsınız? O formaları təsdiq eləyir Allah. Həşr surəsi 7. Peyğəmbər sizə nəyi verərsə onu götürün. Peyğəmbərin verildiyi sizə görə burdandır. Niye qırağa çıxırsınız? Buna bax, səsinə bax bunun. Elcan. İtaət etdim. Sənin kitabında heç nə əskik deyil. Mən əgər bu kitabı qoyub kənarda izah axtarıramsa, mən Rəbbimin kitabını əksi hesab edirəm. Mən əgər bu kitabı qoyub kənara gedirəmsə, Nahl surəsinin 64-cü ayəsini Kitabı qoyub getmirsiniz. Niye yalan danışırsan? Allahu Ekber. Filmi qoyacağım. Esselamu Aleyküm və Rəhmətullah. Vallahi hamınızı çox istəyirəm. Səni də çox istəyirəm Elcan. Hamınızı çox istəyirəm. Allaha and olsun ki, həqiqətən sizi çox istəyirəm. Prosta istəyirəm ki, belə dinimizdə səmimi olasınız. Esselamu Aleyküm və Rəhmətullah. və itaət etdim. Sənin kitabında heç nə əskik deyil. Mən əgər bu kitabı qoyub kənarda izah axtarıramsa, mən Rəbbimin kitabını əksi hesab edirəm. Mən əgər bu kitabı qoyub kənara gedirəmsə, Nahl surəsinin 64-cü ayəsini çək. Elcan, sənə sualım var. Sən Allahu Ekber deyib əlbi belə namaz qılırsansa və sonunda da Esselamu Aleyküm deyirsənsə, bu Quran-ı Kərimdə varmı? Yoxdur da. Və sən gör burada nə deyirsən? Nahl surəsinin 64-cü ayəsini çək və itaət etdim. Sənin kitabında heç nə əskik deyil. Mən əgər bu kitabı qoyub kənarda izah axtarıramsa, mən Rəbbimin kitabını əksi hesab edirəm. Sən o kitabı qoyub başqa yerdə izah axtarmırsan. Sən o Quran-ı Kərimi qoyub Allahın ayətini çiynəmirsən. Bir də qoyaq. Və itaət etdim. Sənin kitabında heç nə əskik deyil. Mən əgər bu kitabı qoyub kənarda izah axtarıramsa, mən Rəbbimin kitabını əksi hesab edirəm. Mən əgər bu kitabı qoyub kənara gedirəmsə, Nahl surəsinin 64-cü ayəsini çək və itaət etdim. Sənin kitabında heç nə əskik deyil. Mən əgər bu kitabı qoyub kənarda izah axtarıramsa, mən Rəbbimin kitabını əksi hesab edirəm. Mən əgər bu kitabı kənarda izah axtarıramsa, Siz kənarda izah axtarmırsınız. Bütün namazın detalları Quran-ı Kərimdə var. Bu nə sözdür sən deyirsən? Uyğun gəlmir. Kənarda izah axtarıramsa, mən Rəbbimin kitabını əksi hesab edirəm. Sən indi başqa yerdə namazın içini başqa yerdən alıb doldurursan, başqa yerə keçirsən. Yəni Quran-ı Kərimə onda inanmırsan da sən. Sənin səslərimi qulaq astıram ki, ayıl ki, aylasız ki, vallahi istehza etmirəm Allah'ın olsun. Ayılın ki, siz Quran-ı Kərimdən qıraqda bir söz, Esselamu Aleyküm namazın içində, Esselamu Aleyküm hardan çıxır? Quranda yox. Başqa yerdən söz alırsınız siz. Hərəkət, Quranda hərəkət var, yox. Başqa yerdən alırsınız. Və itaət etdim. Sənin kitabında heç nə əskik deyil. Mən əgər bu kitabı qoyub kənarda izah axtarıramsa, mən Rəbbimin kitabını əksi hesab edirəm. Mən əgər bu kitabı qoyub kənara gedirəmsə, Nahl surəsinin 64-cü ayəsini çək və itaət etdim. Sənin kitabında heç nə əskik deyil. Yəni Elcan və həmçinin ətrafındakı olan yaxşı uşaqlar, vallahi deyirəm, Allah şahidi ki, mən sizi istəyib deyirəm, Allaha and olsun. Yəni pulum sizdən yox, suyum sizdən yox, havam da sizdən yox. Sadəcə yəni doğru danışmırsan. Mən bu kitabı qoyub Mən əgər bu kitabı qoyub kənarda izah axtarıramsa, mən Rəbbimin kitabını əksi hesab. İzahını başqa yerdə axtarmırsan. Allah deyir namaz qıl. Bütün detalları var orada. Yoxdur. Hara çıxarsan? Kitabı qoyursan başqa tərəfə çıxırsan. İzahını başqa yerdə axtarsan. Mənə elə gəl bəs eləyər də. Və itaət etdim. Sənin kitabında heç nə əskik deyil. Mən əgər bu kitabı qoyub kənarda izah axtarıramsa, mən Rəbbimin kitabını əksi hesab edirəm. Mən əgər bu kitabı qoyub kənara gedirəmsə, Nahl surəsinin 64-cü ayəsini çək. Axşamın xeyir olsun. Akşamın hayır Elçin. Necəsən? Necə keçir günün? Elhamdülillah, təşəkkür. Sənə bir sual vermək istəyirəm mən.
Bu hədis inkarçıları Quran-ı Kərimdə namazın hədis inkarçıları Quran-ı Kərimin içərisində bütün detallar, namazın bütün detalları olmadığına görə Quran-ı Kərimdə axtarmayıb çölə qaçırlar. Bunu necə izah edə bilərsən? Bu doğru bir məsələdir. Bu mövzu çox önəmlidir. Qurani Kərimdə namazın bəzi əsas prinsipləri qeyd olunsa da, namazın necə qılınacağı ilə bağlı ətraflı təlimatlar və üsullar Peyğəmbərimizin sünnəsində yer alır. İslamın əsas qaynaqları Qurani Kərim və sünnədir. Sünnə Peyğəmbərin həyat tərzi və davranışlarıdır və o İslamın praktik tətbiqində çox mühüm rol oynayır. Mən səni başa düşdüm. Mən səni başa düşdüm. İndi bu hədis inkarçılarının dini ilə uyğun gəlmir axı. Onlar axı istədiklərini ancaq və ancaq Qur'andan axtarmalıdırlar. Niyə çölə qaçırlar? Niyə çöldən namazın içini doldururlar? Bu, dinlə bağlı fərqli yanaşmaların mövcud olduğunu göstərir. Hadislərin və sünnənin önəmini qəbul etməyən bəzi insanlar yalnız Qurani Kərimə istinad etməyə üstünlük verirlər. Lakin İslam alimləri və ənənəvi mütəxəssislər Qurani Kərim və sünnənin birgə işlədiyini və bir-birini tamamladığını vurğulayırlar. İndi mən səni başa düşdüm. İndi hədis inkarçıları doğru eləyir yoxsa yox? Bu, fərqli düşüncələrin və yanaşmaların mövcud olduğu bir məsələdir. İslam alimləri və çoxluğun fikrincə, hadis və sünnələr İslam dininin təməl qaynaqlarıdır və onların nəzərə alınması vacibdir. Lakin fərqli fikirlər də mövcuddur. Din məsələlərində müxtəlif yanaşmalar və baxışlar ola bilər. Əsas olan hər bir fərdin öz inancına uyğun şəkildə araşdırma aparması və mütəxəssislərin fikirlərini nəzərə almasıdır. İndi mən sənə bir söz deyirəm. Namazın bütün detalları Qurani Kərimdə var, yoxsa yox? Son olaraq bir söz de mənə. Anladım, Elçin. Sənin fikrin və inancın önəmlidir. Hər kəsin dini mövzulara yanaşması fərqli ola bilər. Əsas olan hörmət və anlayışla yanaşmaqdır. Səninlə hər zaman səmimi söhbət etmək xoşdur. Mən sənə bir söz deyim. Mələklərə salam vermək və yaxud da ki, qiblədən çönüb sağa, sola salam vermək bu Qurani Kərimdə varmı? Bu cür məsələlər İslamın müxtəlif təfsir və tətbiq formalarına aiddir. Qurani Kərimdə mələklərə salam vermək və ya qiblədən dönüb başqa bir yerə salam vermək haqqında birbaşa göstəriş yoxdur. İslam alimləri bu cür məsələləri müxtəlif şəkildə izah edirlər. Əsas olan... Mən sənə təşəkkür edirəm. Mən sənə axşam narahat elədim. Mən sənə təşəkkür edirəm. Narahat olma, Elçin. Hər zaman səninləyəm. Mənimlə söhbət etməkdən məmnun oldum. Axşamın xeyir, istədiyin zaman yenə danışa bilərik. Allah razı olsun. Təşəkkür edirəm. Allah razı olsun Elçin. Özünə yaxşı bax. Hər zaman buradayam. Gördüyünüz kimi ağıllı robot da belə o hafizdir, o elmlidir. Siz ona sual verin. Görün sizin namazın detalları Qurani Kərimdə var, yoxsa yox? Allahu Ekber. Siz namazınızın içərisini çöldən bəs nə oldu? O kitab Qurani Kərim hər şeyə cavab verirdi. Nə varsa orada var. Başqa kitablara, başqa görüntüyə sizə o kitab, deməli ehtiyac var o kitaba. İndən belə siz deməyin ki, hər bir şey Qurani Kərimdə var. İndən belə deməyin ki, biz başqa tərəflərə getmirik, başqa yollara getmirik. Xeyr, namazınız, cümə namazınız, zəkatınız, orucunuz və müəyyən ibadətləriniz namazdan çöldədir, namazdan çöldə. Bunu düzəltməlisiniz. Ya namaz qılmamalısınız. Ya da ki, namazı qılırsınızsa, etiraf etməlisiniz ki, bu Qurani Kərim sizi Qurani Kərimin içində axtarmağa yox, çöldə axtarmağa dəvət eləyir. Deməli, Qurani Kərim sizi çıxardıb çölə. Qurani Kərim içində yoxdur. Burada nə var ki, bunu etiraf etməyə nə var ki? Yoxsa biz də Yahudilər kimi inkar edək. Bunu inkar edə bilməzsiniz. Bu Yahudilər yenə yaxşıdır. Onların həyatında İslam yox idi da. Amma siz etiraf edirsiniz ki,
Quran-ı Kərimdə nə varsa orada var. Biz hər bir şeyimizi oradan alırıq. Başqa kitablara, başqa tərəflərə getməli deyilik biz. Amma namazımızın çölü də, içi də, yenə çıxacağı da hamısı nədir? İnsanların zahiri olacaq. Nə idi? De görüm, nə idi? Görkəmi. Və əssalamu aleykum var. Ha. Həm hərəkət var, həm orada söz var. Deməli bu hardandır? Quranda yoxdur. Bu hardandır? Siz deyin, çöldəndir. Deməli Quran-ı Kərimdə yoxdur, sizi çölə çıxardır, çölə. Əssalamu aleykum və rəhmətullah. İnandığınız bir şeyi inkar edirsiniz. Sizi Quran-ı Kərim çölə çıxartdığı halda siz deyirsiniz ki, ehtiyac yoxdur. Nə varsa burada var, amma çöldəsiz. Bu nətər ola bilər? Esselamu Aleyküm. Orada ne yazıyor diye hiç merak ettiniz mi? En basitinden Google'a girin, Ettehiyyatü duasının Türkçe anlamı diye yazın çıkar. Şimdi orada iki isim geçiyor. Diyor ki Muhammed ve Muhammed'in ailesine salat ve selam olsun. İbrahim ve İbrahim ailesine salat ve selam olsun. İran'a gidiyorsunuz, bir de Ali'nin ismini ekliyorlar. Evet, Allah dışında namazda isim anmış oluyorsunuz. Halbuki Kur'an'da 20. surenin 14. ayetinde şöyle söylüyor. Euzu billahi mineşşeytanirracim. Eqimu salate lizzikri. Ne demek biliyor musunuz bunun anlamı? Beni anmak için namaz kılın. Yüce Rabbimiz diyor ki beni anın, beni anmak için namaz kılın. Namazınızın amacı beni anmak olsun. Peki Muhammed ismi, İbrahim ismi, Ali'nin ismi ne oluyor? Söylüyor ki abi salam. Siz namazınızda salam diyorsunuz, salam veriyorsunuz yani. Namaz bittiğinde bunu kime veriyorsunuz diye soruyor. Kopyalı yapıştırmasın diye uyardım da ama yine cevaplamak istersen cevapla kardeşim. Tabii. Şimdi şöyle bir şey var. Biz aynı o zaman şu soruyu da sorarız. Niye 2 defa secde ediyoruz? Bir kere rükû ediyoruz. Niye ellerimizi işte kulaklarımıza doğru kaldırıyoruz? Bu Rabbimizin İbrahim zamanında hükme bağladığı bir ritüel. Nasıl ki o zaman şunu da soralım. Neden Kabe'nin etrafında 7 kere tavaf ediyoruz? 8 yapalım, 5 yapalım. Hayır. Biz orada kime selam veriyoruz sorusu yanlış bir sorudur. Doğru soru, bizim Kur'an'daki talimatımız ne? Millet-i İbrahim'i takip et, o bilinen namazı kıl. Bizim aldığımız namaz bu şekilde ve Kur'an namazın bu kısmına değinip herhangi bir düzeltme yapmıyor. O yüzden biz bunu olduğu gibi takip ediyoruz. Biz kalkıp namazı işte selamı kime veriyoruz? Örnek veriyorum. Biri diyor ki meleklere veriyoruz. Öbürü diyor ki namaz kılıyorken yanımızdaki kardeşimize veriyoruz. Öbürü diyor ki Allah'ın selamı sağımızda ve solumuzda olsun diyoruz. Kardeşim bu bir zan. Yani biz zanna uyamayız. Bize gelen sistem bu ve biz bunu takip ediyoruz. Bu kadar. Maşallah Kadir kardeşim. Bu zaten namazın bitişini gösteren bir ritüelin sonu diye ben de tekrar etmiştim. Maşallah kardeşim. Yani öyle aynı zamanda sonu ama yani biz buna illaki bir anlam vermek zorunda değiliz. Çünkü kutsal yazıda böyle bir bilgi yok abi. Yani dediğim gibi şimdi soru yanlış olunca cevap da yanlış olacaktır. Biz sorunun yanlış olduğunu söylüyoruz. Soru yanlış. Merhabalar abi. Merhabalar abi. Vətayət etdim. Sənin kitabında heç nə əskik deyil. Mən əgər bu kitabı qoyub kənarda izah axtarıramsa, mən Rəbbimin kitabını əksi hesab edirəm. Mən əgər bu kitabı qoyub kənara gedirəmsə, Nahl surəsinin 64-cü ayəsini çeynəyirəm. Çünki Allah deyir, mən bu kitabı ixtilafları aradan qaldırsın deyə göndərdim. Ancaq sən deyirsən ki, bu kitabda anlaşılmır deyə, ixtilaf var deyə, mən hədislərdə bunun açıqlamasını gözləyirəm. Məhəmməd açıqlayıb. Bir dakika gözle.